Bakıda və Abşeron yarımadasında oktyabr ayının 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Oktyabr ayının 26-sı gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısa müddətli daşqın və sel keçəcəyi gözlənilir. Sevindilə Akifoğlu, Bilgi TV.